Salam əziz şagirdlər. Bugün The Complex Object mürəkkəb tamamlıq mövzusunun izahını verəcəm. Mürəkkəb tamamlıq mövzusunu asan yolla öyrənmək istəyirsinizsə, bilməlisiniz ki, mürəkkəb tamamlıqda feillər 3 qrupa bölünür. İlk öncə birinci qrupa 2 feil daxildir. To late və to make feili. Keçmiş zamanda late, keçmiş zamanda made olur. Bu feillərdən sonra hökmən to-suz feillər gəlir. Məsələn, play, go, speak. Yəni biz feili heç bir id, heç bir es şəkildə artırmırıq, ya da will, shall hissəciklərini, ya da ing hissəcikləri artırmırıq. Sadəcə əgər siz cümlədə let, make və ya da made sözlərini görürsünüz, sadəcə feil olan variantı seçirsiniz. Heç bir to-lu, ing-li və ya da esli, id-li variantı seçmək olmaz. Burada da nümunə yazmışam. Let him say everything. Baxın, let olduğuna görə burada say feilini qoymuşuq. Nə qabağında to var, nə ing şəkilçi var. Sadəcə feilin özünü qoymuşuq. İkinci qrup feillərə isə 6 feil daxildir. To see, to notice, to watch, to observe, to feel, to hear. Keçmiş zaman formalarında mötərizədə qeyd etmişəm. Bunlardan sonra isə ya feil to-suz formada gəlir, birinci qrup feillərdə olduğu kimi, məsələn, play, go, speak. Ya da ki, ing şəkilçili feillər gəlir, məsələn, playing, going, speaking və s. Yəni, siz variantlarda play də götürsəz düz olar, playing də götürsəz düz olar. Nümunəyə baxaq. We see the girls play və yaxud da playing in the yard. Baxın, see gəlibsə, play də yazsaq düz ola bilər, playing. Ancaq qarşısında heç vaxt to işlətmək olmaz. Digər nümunədə də I watch the cat eat or eating food. Əziz şagirdlər, burada diqqət edin. Bəzən şagirdlər bu hissəni öyrənir, lakin keçmiş zaman formalarını yaddan çıxarırlar. Məsələn, sizə watch da verə bilər, watch da verə bilər. Və eyni zamanda qeyd etmək istəyirəm ki, siz bunu zamanın uzlaşmasına qarışdıra bilərsiniz. Məsələn, bəzən şagirdlər bildirir ki, watched id şəkilçisi var, keçmiş zamandadır. Onda mən digər feili də keçmiş zamanda götürüm. Xeyr, əziz şagirdlər, ikinci tərəfdəki feil heç bir şəkildə, heç bir zamana uyğunlaşmır. Sadəcə ya ing-li ola bilər, ya to-suz ola bilər. Eyni qayda birinci qrup feillərə də aiddir, üçüncü qrup feillərə də aiddir. Üçüncü qrup feillərə isə qalan bütün feillər aiddir. Məsələn, want, expect, tell, teach, order, advise və s. Yəni, birinci, ikinci qrupdakı feilləri əzbərləyirsiniz, əzbər bilirsiniz. Üçüncü qrupdakı feillər isə digər bu feillərdən əlavə, digər gördüyünüz feillər üçüncü qrupa aiddir. Üçüncü qrupdakı feillərdən sonra isə to-lu feillər işlənir. Məsələn, I want you to learn English və yaxud da she expects him to return soon. Baxın, məsələn, I want you to learn English. Baxın, want üçüncü qrup feilidir və özündən sonra to-lu feil gəlib. Yəni, to-nun olması hökməndir. Deməli, birinci, ikinci qrupda to-lu feillər gəlmir. İkinci qrupda ing-li feillər də gələ bilər. Üçüncü qrupda isə to-lu feillər gəlməlidir. Əziz şagirdlər, gəlin mürəkkəb tamamlığa aid bir neçə qeydlərə baxaq. Birincisi, mürəkkəb tamamlıqda obyekt əvəzliklərindən istifadə olunur. Hökmən obyekt əvəzliyi istifadə olunmalıdır. Məsələn, mən nümunədə də vermişəm də. Bu nümunələrə baxaq. I let him come and play. Baxın, letdən sonra hökmən obyekt əvəzliyi olmalıdır. Burada heç vaxt şəxs əvəzliyi və yaxud da yəlik əvəzliyi qoya bilmərik. Hökmən obyekt əvəzliyi olmalıdır. İkinci qeydimiz ondan ibarətdir ki, bəzən testdə and bağlayıcılı cümlələr verə bilər. O zaman siz hər iki tərəfə eyni sözü qoymalısınız, eyni feilin formasını qoymalısınız. Məsələn, let-dirsə, and varsa həm come olacaq, play olacaq. Məsələn, so feilidir. Biz bilirik ki, ikinci qrup feillərdə ya adicə feil olur, ya məsələn it olar, ya da eating olar. And varsa, ya siz hər iki feili ing-li verməlisiniz. Məsələn, eating and drinking. Ya da ki, hər iki feili ing-siz formada verməlisiniz. Eat and drink. Birini ing-li, birini ing-siz şəkildə vermək düzgün deyil. Və üçüncü qaydamız ondan ibarətdir ki, bayaq da bunu qeyd etdim. Mürəkkəb tamamlıqdakı birinci feillər zamana, şəxsə görə dəyişə bilər, uzlaşa bilər. Amma ikinci tərəfdəki feillər heç vaxt zamana, şəxsə görə dəyişmir. Məsələn, baxaq, I saw, baxın, ikinci qrup feilimizdir, see feilinin keçmiş zamanını verib. Lakin biz burada use sözünü heç vaxt ona ya s şəkilçisi, ya id, ya ing şəkilçisi heç birini artıra bilmərik. Yəni, o nə şəxsə görə, nə zamanlara görə dəyişmir. Sadəcə feilin olduğu kimi yazmalıyıq.
Bu nüanslara diqqət etsəniz, test işləyərkən daha az səhviniz çıxacaq.